Rəhməti geniş, növbənöv məxluqatı yaradan, hikməti ilə yaratdıqlarını möhkəmlədən, heç bir şeyin gizli olmadığı və tapşırılan əmanətləri tələf etməyən, hər kəsin əməlinə mükafat verən, hər bir qane olanın işlərini səhmana salan, nalə edənlərə rəhm edən, əhatəli kitabı elm və təfəkkür nuru olaraq nazil edən və bütün mənfəətləri göndərən yalnız sənsən. Sən duaları eşidən, kədəri aradan qaldıran, məqamları yüksəldən, zalimları alçaldaraq zəlil edənsən. Səndən başqa heç bir tanrı, sənin tayın bərabərin və bənzərin yoxdur. Sən eşidən və görən, dəqiq və agah və hər bir şeyə qadirsən. İlahi, mən sənə aşiqəm və mən sənin ilahiliyini iqrar edirəm. Həqiqətən sən mənim Rəbbimsən və dönüş yerim də sənə tərəfdir. Mən məxluqat arasında mövcud olmazdan öncə rəhmətinlə məni xəlq etdin. Məni torpaqdan yarattın və daha sonra məni ruzigarın hadisələri və zamanın dəyişilməsindən amanda qaldığım halda nütfədə yerləşdirdin. Mənə olan mehribanlıq, lütf və ehsanın üzündən məni, sənin əhdini pozub peyğəmbərlərini təksib edən küfür başçılarının hakimiyyəti zamanı deyil, məndən qabaq hidayət nurunun gəldiyi bir vaxtda dünyaya gətirdin. Beşikdə körpə olduğum halda məni hifz etdin. Müqəddəs ana südü ilə qidalandırdın, dayələrin qəlbini mənə qarşı mehriban etdin və mehriban anaların vasitəsilə mənə zamin oldun. Cinlərin şərindən qorudun və xilqətimi çatışmazlıqdan amanda saxladın. Sənin məqamın ucadır, ey mehriban və bağışlayan Allah. Hətta dil açıb danışmağa başladığım zaman fitrətim kamil olana və gücüm mötədil həddə yetişənə qədər bol nemətlərini məndən əsirgəmədin. İlbəyil məni böyüdüb boya başa çatdırdın. Sonra mərifətini mənə ilham edərək höccətini tamamladın. Hikmətinin qəribəlikləri ilə məni heyrətə saldın. Yer və göylərdə xəlq etdiyin məxluqatları müşahidə etmək üçün məni agah etdin. Səni xatırlamaq və nemətlərinə şükr etməyi mənə öyrətdin. Sənə itayət və ibadəti mənə vacib etdin. Sənə şükr etdikdə nemətlərini artırdın. Bütün bunlar mənə verdiyin nemətlər və etdiyin ehsanın tamamlanması üçün idi. Sən pak və bütün eyiblərdən uzaqsan. Məxluqatı yaradan və xilqəti geri qaytaran, sitayiş edilən əzəmətli, adları müqəddəs və nemətləri böyük Allah, pak və bütün eyiblərdən uzaqsan. İlahi, hansı nemətlərini sahib qurtarmaq və verdiyin nemətlərdən hansının şükrünü yerinə yetirmək olar? Sən danışan kitabın doğru xəbərində bildirmisən ki, əgər Allahın nemətlərini saymaq istəsəz, onları heç vaxt sayıb qurtara bilməzsiniz. İlahi, kitabın və verdiyin xəbərlər doğrudur. Allahın salamı olsun Həzrəti Muhammədə və onun pak əhli beytinə. İlahi, məni səni görürmüş kimi səndən qorxanlardan qərar ver. Təqvalı olmaqla, səndən qorxmaqla məni səadətə çatdır. Sənə itayətsiz etməklə məni bədbəxt etmə. Tez göndərdiklərinin təxirə düşməyəcəyi, təxirə saldıqlarının tez gəlməyəcəyi qədər əmrinlə mənə xeyir nəsib et. Qəza qədərini bərəkətli et. İlahi, vücudumda ehtiyatsızlıq, qəlbimdə yəqin, əməlimdə ixlas və gözlərimdə nur yerləşdir. Dinimi bəsirətli et. Bədən üzvlərimdən məni faydalandır. Göz və qulağımı mənə iki varis təyin et. Zalimlara qarşı mənə yardımcı ol.
onlardan intiqam almaq və onlara hakim olmağı mənə göstərməklə mənə göz aydınlığı ver. İlahi, qəm qüssəmi dağıt, eyiblərimi ört, xətalarımı bağışla, şeytanı uzaqlaşdır, üzərimdə haqqı olanların haqqını halal et, dünya və axirətdə mənə yüksək məqam ver. Ömrümün qalan hissəsində gecə və gündüz bir-birini əvəz etdikcə mənə kömək et. Mənə dünyanın qorxusu və axirətin qəm qüssəsindən nicat ver. Zalimların yer üzündə törətdiyi şər işlərdən qoru. İlahi, qorxduğum şeylərdən mənə yetərli ol. Məni və dinimi hifz et. Mənə öz nəzərimdə kiçik, insanların nəzərində isə böyük et. Cinlərin və insanların şərindən uzaq tut. Günahlarıma görə məni rüsvay etmə. Özündən başqasına həvalə etmə. İlahi, məni kimə həvalə edirsən? Yaxınlara həvalə edirsən ki, məni tək qoysunlar? Yoxsa özgələrə həvalə edirsən ki, mənə üzlərini turş utsunlar? Sən mənim Rəbbim və ixtiyar sahibim olduğun halda məni zəiflətmək istəyənlərə mi həvalə edirsən? İlahi, qəribliyim, evimin uzaqlığı və işlərimi ixtiyarında qoyduğun şəxs qarşısında zəlilliyimdən sənə şikayət edirəm. Öz qəzəbini mənə nazil etmə. Mənə qəzəblənməyindən başqa heç bir şeydən qorxum yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan. Sənin sağlamlıq bəxş etməyin daha genişdir. İlahi, məni cəzalandırmazdan öncə qəzəbini rəhmət və lütfə çevir. Səndən başqa heç bir tanrı yoxdur. Sən möhtərəm şəhərin, xeyir bərəkət nazil etdiyin və cəmaat üçün əmin-amanlıq yerinə çevirdiyin qədim evin, Kəbənin Rəbbisən. Ey həlmi ilə böyük günahları əhv edən, ey fəzli ilə böyük nemətlər verən, ey kərəmi ilə böyük şeylər ehsan edən, ey çətinlik zamanı mənim ehtiyatım, ey tənhalıq zamanı həmsöhbətim, ey bəla zamanı fəryadıma yetən, ey mənə verdiyi nemətlərin sahibi, ey ata-babalarımın, İbrahimin, İsmailin, İshak və Yaqubun məbudu, ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, ey peyğəmbərlərin sonuncusu Muhammedin və onun seçilmiş əhli beytinin Rəbbi, ey Tövratı, İncili, Zəburu və hikmətli Quranı nazil edən, sən mənim sığınacaq yerimsən. Əgər sənin rəhmətin olmasaydı, mütləq həlak olanlardan olardım. Sən mənim xətalarımı bağışlayansan. Əgər eyiblərimi örtməsəydin, mən rüsvay olardım. Sən düşmənlər müqabilində məni öz köməyinlə dəstəkləyənsən. Əgər yardımın olmasaydı, mən məğlub olardım. Ey ucalıq və əzəməti özünə məxsus, izzəti ilə dostlarını ucaldan, ey gözlərin xəyanətini, qəlblərin gizlətdiyini, zaman və ruzigarın hadisələrinin qeybini bilən, ey necəliyini özündən başqa bir kəsin bilmədiyi, ey onu özündən başqa bir kəsin tanımadığı, ey Yusifi quyudan çıxaran, qul olduqdan sonra onu iqtidar sahibinə çevirən, ey gözləri ağlamaq və qəm qüssədən kör olduqdan sonra onu səbirli atası Yaquba qaytaran, ey Əyyubdan xəstəlik və bəlaları dəf edən, İbrahimə qoca yaşlarında nəsib olan oğlunu qurban kəsməkdə mane olan, ey Zəkəriyyənin duasını qəbul edərək ona Yəhyanı əta edən, onu tək və yalqız qoymayan, ey Yunisi balığın qarnından çıxaran, ey dəryanı İsrail oğulları üçün yararaq onlara nicat verən, Fironu və onun qoşununu suda qərq edərək məhv edən Allahım, sənin ədalətindən sənin özünə sığınıram. İlahi, əgər mənə əzab versən, bu mənim əleyhimə olan dəlil və günahlarıma görədir.
Əgər məni əhv etsən, bu sənin səbirli və ehsan sahibi olmağındandır. Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan. Bu gecə bəndələrinə əta və ehsan etdiyin, daim təzələdiyin nemətlərin ən fəzilətlisini mənə də bəxş et. Məndən bəlanı dəf et. Qəm qüssəmi aradan qaldır. Duamı qəbul et. Pis işlərimi gizlə. Həqiqətən sən istədiyinə lütf edən, hər şeydən agah və hər şeyə qadirsən. İlahi, sən çağrılanların ən yaxını, qəbul edənlərin ən sürətlisi, əhv edənlərin ən kəramətlisi, bəxşiş edənlərin ən səxavətlisisən. Ey ehsan edənlərin ən əlaçığı, yəqin etdiyimiz halda sənə üz tutmuşuq. Sənin möhtərəm evini, Kəbəni ziyarət etməyi qəsd etmişik. Həcc əməllərini yerinə yetirməkdə bizə yardım et. Həccimizi kəmala yetir. Bizi bağışla. Bizə sağlamlıq bəxş et. Günahlarımızı etiraf etdiyimiz, xar və zəlil olduğumuz halda əllərimizi sənin dərgahına qaldırmışıq. İlahi, bu gecə səndən istədiklərimizi bizə əta et və işlərimizdə bizə yetərli ol. Səndən başqa bizə yetərli, səndən savayı hökmü bizə nüfuzlu, elmi bizi əhatəli və mühakiməsi ədalətli Rəbbimiz yoxdur. Bizim üçün xeyirli olanı hökm et. Günahlarımızın hamısını bağışla. Bizi həlak olanlarla birgə həlak etmə. Mehribanlıq və rəhmətini bizdən əsirgəmə. Ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən bəsirətlisi, ey haqq hesab çəkənlərin ən sürətlisi, ey mehribanların ən mehribanı, Həzrəti Muhammed və Muhammedin əhl-i beytinə salam yetir. İlahi, hacətimi rəva qıldıqdan sonra məni digər şeylərdən məhrum etsən də, zərər görməməyimi səndən istəyirəm. Əgər onu məndən əsirgəsən, nə versən də daha mənə fayda verməz. İlahi, məni cəhənnəm odundan azad etməyini istəyirəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən tək və şəriksizsən. Mülk yalnız sənindir və həmd sənə yalnız sənə məxsusdur. Sən hər bir şeyə qadirsən, ey Rəbbim. İlahi, qəni və zəngin olduğum zaman sənə möhtac idimsə, fəqirliyimdə necə möhtac olmayım. Elmli olduğum zaman nadan idimsə, cahilliyimdə necə nadan olmayım. Mənə nisbətdə necə də rəhimlisən. Sən mənə nə qədər yaxın, mən isə səndən necə də uzağam. Mənə bu qədər mehriban olduğun halda, görəsən mənimlə sənin aranda maniyə nədir? İlahi, zəlillik və xarlığım dilimi lal etsə də, sənin kəramətin məni dilə gətirir. Pis xüsusiyyətlərim məni məyus etsə də, ehsanlarım məni iştahlandırır. Ey Rəbbim, həqiqətən günahlarım sənə zərər getirməz və məni bağışlamağın səndən nəyisə azalda bilməz. Elə isə səndən bir şey azaltmayan şeyləri mənə əta et və sənə zərər verməyənləri də bağışla. İlahi, mənim pisliklərimə görə ixtiyarındakı xeyir və mənfəətlərdən məni məhrum etmə. Əgər mənim əziyyət və müsibətlərimə görə mənə rəhm etməsən, heç olmasa məni müsibət görmüşlərin əcr və mükafatından məhrum etmə.